Mənim o nur üzlü bibimə baxır, bax. Gör nələr pişirir. Bibi, özün təqdim elə. Allah telefonu verim sənə. Gidin də özün işini təqdim elə. Maskı ilə zadla da. Sonra ona belə göstər görüm. Yox, telefonu belə qabağın elə, nə bilir? Dayan. Hə, yaxşı, mən tutum səni. Bu nədir? Küftələrimiz var. Bu nədir? Küftə. Aha. Buğlama maşa. Bu şapalaq. Aha. Bu şapalazı. Aha. Kuxnamıza da ürəyiniz istəyən vaxtı girin, baxın, görün. Bəlkə mən basıb bağlayıram, bəlkə mən zəhərləyirəm sizi. Gəlin qəşəng buradan baxın. Yox, niyə? Nə var ki, elə öz obyektimizdə. Heç bura gələndə fikirləşməyin kiminsə yerində. Öz yerimizdə. İçəridəki təmizliyə fikir verin, bax, xahiş edirəm. Bax, anidən çəkirəm, xəbərləri yoxdur, bax. Bax. Xahiş edirəm. Gələndə kuxnamıza girin. Bir əl elə. Siz də TikTokda məşhur olmuşsunuz da. Tanımayanlar tanıyır. Qorxusu olan adam kuxnasını gizləyər. Mən şükür Allah, gəlin, girin, qəşəng kuxnanı qurcalayın. Oradan nə bilim o, baxın görün mal ətidir, kiftə nədən hazırlanır. Bəlkə içinə nəsə qatır ha. Bir baxın, bax hər şey, bitkilərə, nə bilim, gözəlliyə, kabab vitrinimiz. Bu nədir? Səhər-səhər pişirdirlər. Bax, kabab vitrinimizə baxın, bax, xahiş edirəm. Ətlə maraqlanın, hamısına. Ya bizim millət yeyib içən millət. Onsuz ətə baxan kim bilir nə var, nə yox. 9 kilodan 11 kiloya qədər quzularımız olur. 90 kilodan 120 kiloqrama qədər də dana ətimizdir. O munqaldır, nədir, manqal deyirlər, nədir, manqol əti deyirlər, mənlik deyil. Baxın, xahişim, sonra yiyin üçün.